Bunlar püstə əzməsidir. Polimer yoxdur tərkibində. İtalyan. İtalyan. Hazırda endirimdədir. 13.50-dən boş olmasına Mozart. Mozart. Avstriyalılar. Almanya, Avstriyaya yaxındır. İki cürdür bizdə. Həm Almanya var, həm Avstriyalı var. Karpalarımız var. İtalyanlı. İtalyandır. Bunlar hamısı Sakalo brendi. Hamısı İtalyan. Böyük də var, həm böyük. Bu Belçikanın Dubai şokoladıdır. Belçika saldı. Bəli, Belçikanın. Gündeyin yumurtası tavar var adətən. Yəni çox satılan məhsullarımızdan biridir. Tərkibində dediyimizsə südlüdür, bir də içində baladıxırda peçenyalarla dadlardan çox anlamlı. Təklif edeyim sizə Twix'in şokolad yağları. Həmçində bu palma yağı yoxdur bunların tərkibində. Peçenyası var. Məsələn, pendir çubuqlardır. Bu maraqlı bir şeydir. Bu pendirdən hazırlanır da bu. Pendir çubuqları sayılır. Amma dadları da çox süper olur. Yaxından da göstərə bilərsiniz. Yəni belə bağlamalar da var, krokodilan da var. Genişdir yəni çeşid. Gəlib ala bilərsiniz. Sonra skripka formasında olanlar var. Qiyməti 29.85-dir. Bunlar məsəl üçün Avstriyadır. Borussia Dortmundun peçenyası. Sonra fındıqlı, vaflinə. Burada belə şokolad var. Bu Melbourne şokoladıdır. Bu harandır mı? Salam, hər vaxtınız xeyir olsun. Bu gün Bakıxanovdayam. Bakıxanov stansiya adlanan ərazidəyəm. Burada yeni mağaza tapmışam. Maraqlı mağaza, şokolad mağazası, qəlb şirniyyatı. Burada girəcəm, şokoladlarla sizi tanış edəcəm, qiymətlərlə sizi tanış edəcəm. Mütləq video keçməzdən əvvəl videonu bəyənin, şərhlərdə fikirlərinizi bildirin, kanala abunə olmağı unutmayın. Bu dükana qatarla da gələ bilərsiniz, Sumqayıtdan. 28 maydan da gələ bilərsiniz. Yəni qatar yolunun stansiyasının yanında yerləşir, bitişikdir. Yəni gəlib alış-veriş edə bilərsiniz. Burada orijinal, yəni Avropa şokoladları satılır. Burada belə şokolad var. Bu Melbourne şokoladıdır. Bu harandır mı? Bunlar Belgiyandır. Belçika şokoladıdır. Belçika şokoladlardır Melbourne. Həmçində bunlar da fərqli modellərdə. Belçika şokoladının fərqli modelləridir. Belçika şokoladlardır. Sonra tərkib olaraq yəni acılı var, şirin var, südlü. Əslində fərqlidir. Məsəl üçün bunlar standart Malosa şokoladdır. Süd adətən belə Kinder tamındadır. Süddür da. Süddür. Bunlar isə məsəl üçün içi karamellidir. Eynidirlər, amma standartdır. Rənglərinə görə dəyişmir. Sonra məsəl üçün belə bir şeylər var. İçi fındıqlı, vaflinə. Vaflili fındıqlı. Vaflili fındıqlı. Bu da Belçikandır. Bəli. Bu məsəl üçün deyim, Belçikanın Dubai şokoladıdır. Belçika saldı. Bəli, Belçikandır. Ümumiyyətlə Melbourne firmaları hamısı bizdə Belçikaya məxsusdur. Melbourne firması. Sonra belə ürək formalarında var. Bunlar İtalyandır, Lassia firması. Orijinal İtalya şokoladı. Bəli, orijinal İtalya şokoladları. 3 kilosu 27,60 qəpik. 27,65-dir. 1 kilosu İtalya şokoladı. Sonra yuxarıda var. Belə o mənim diqqətimi çəkdi futbol klublarına. Onlar peçenyadır. Bəli, baxın. Fərqli Borussia Dortmundun peçenyası. Sonra Paris Saint-Germain'dir. Adaş eşidirsən, hədiyyə almağa yaxşıdır da. Bəli, hədiyyəli. Sonra PSV, Liverpool, Bava. Belə bir şeylər təklif edirlər. Adətən var. Hansalar falan qoyurlar. Mozart formasında Mozart. Avstriyalılar. Almanya, Avstriyaya yaxındır. İki cürdür bizdə. Həm Almanya var, həm də Avstriyalı var. Onlar məsəl üçün Avstriyadır. Bunlar eyni şokoladdır, formalar. Adətən biraz dadlarında fərq olur. Plitkası da var. Həmçinin plitkalar da var, fərqli, hər formada da olur. Sonra bunun çəkinə olan da var. Qiyməti 119 manat 80. Avstriyanın da bu. Brend şokoladı da. Bəli. Almanya. Bu da ki Nugal da o. Fındıqlıdır. Sonra məsəl üçün badam əzməlidir, vişnəlidir, südlü fındıqlıdır. Bu da belə hədiyyəlikdir də. Bunlar da hədiyyəli, paylamalı. Yuxarıda da var belə eyni şokoladların. Kutusunda olan da var, sadəsi də var. Ağdır. Əl ölçüdə olur. Ağ olan da var da belə ağ. Bəli, içi ağ olanlar var. Bunların içi ağ şokolad. Ağ şokoladlandır. Sonra bunlar da şeydə eyni Almanya'da. Bəli, bunlar Almaniyandır. Bunlar isə sonra beləçiləri təqdim edeyim sizə. Paylamaq üçün adətən 6.85-dir qiymətləri. Mozart brendə məxsus. Bəli, Məxsusdur.
Sonra skripka formasında olanlar var. Qiyməti 29.85-dir. Bu formada olanlar var. Sonra belə kitab formasında olanlar var. Balaca kitab. Qiyməti 13.35-dir. Sonra dəmir qutuda olan var. Ən münasib burdadır. Mozart şokoladları bu dükandadır. Sonra həmçinin burada pletkalar var. Ürək forması olan var. Bunların həmçində böyük kitablar var. 28.55-dir. 28.55-ə. Ha belə var. 16 manat 90 qəpiyə var, 11 manat 20 qəpiyə var, 6.25-ə var, 17.30-a var. Yəni ən ucuz bu dükandadır bu, bilərsiniz. Sonra böyükləri var, belə 850 qramlıqlar, qiyməti 144 manat 50 qəpikdir. Biraz balacalar var, orta boyları, 525 qramlıq, 77.80-dir. Həmçinin burada alkaqolsusu var, 69.50-dir. Bu formada var, bunların qiyməti 55.90-dır. Sonra belələri var. Müxtəlif var isə Avstriyanın. Bunlardakı vişnəli. Adətən Mozart firmasından məxsus olan bir şeydir. İçi likorludur, vişnəli də var, malina olan da var. Peçenyedir da. Bunlar məsəl üçün poşandır, adətən kofe falan, çayla içmək üçün daha Peçenyedir. yaxşıdır, əlverişlidir. Bunlar məsəl üçün premiklərdir, poşandır, çiyələkli, Cavalı, almalı. Bunlar da kilo olanlar da. Kilo olandır. Ha, bəli. Həmçinin Almaniyadan. burada krekerlər var, belə küncütdür. Sonra şirin, sonra belə deyim, fərqli-fərqli. Almaniyandır bunlar. Polşandır. Bu peçenyeler Polşandır. Polşan peçenyeler məşhurdur. Polşa peçenyeleri. Sonra həmçinin burada Jaon firmasına məxsus Almaniya məhsulları da var. Bunlar da Belə peçenyedir. tinalarda, sonra baxın belə fərqli-fərqli, siz belə yaxından da göstərə bilərsiniz. Fərqli çeşidləri var. Fərqli çeşidlərinə. Bu da ki Bunlar vaxtlı. vaflidir. Bu məsəl üçün pendir çubuqlardır. Bu maraqlı Bunlar bir çox şeydir. gözəl olur. Bunlar pendirdən hazırlanır da bu. Pendir çubuqlar Pendir Almaniya. çubuqları sayılır. hı. Amma dadları da çox süper olur. 24% yağlıdır. Aha. 6 manat 90 qəpiyə. Bu da həmçinin pendiri belə çinalardır. pendir peçenye Almaniyanın istehsalıdır. Aşağıdakılardakı sadə yəni Aşağıdakı məsəl üçün lotusun pitinasıdır. Həmçinin də Almaniyadır bunlar. Bunlar Almaniyada. Şokoladçısı var, sadə var, bir də vanilisi var. vanilya var. Odur. Yəni Sonra mən sizə burada orijinal Rafael axtaranlar olurdu məsələn. Diabet. Diabet məsəl üçün insanlar üçündür. Bunlar pitinadır, sonra vaflisidir. Sonra belə fərqli bir şeylərdir. Yəni diabet xəstələri Bəli, diabet ala bilər. Konfetlər də var. Həmçinin burada da belə marmalatlar var, diabet. Şəkəri Sugar var. free-dir. Aha. Gəlib Vaxtlar da yəni yaxşı olur. Sonra burada belə bant Bant çenəsi var. peçenyasıdır. Bu da heç bir yerdə yoxdur, amma burada var. Almaniya. Almaniya istehsalıdır, maraqlıdır. Sonra bu da maraqlı gördüm. Çay paket noxşu. Almaniyada adətən məşhur olan bir şeydir. Belə nətər deyim, balaca qablarda olur. Baxın bu formadadır. Dadları da çox yaxşı olur. Balaca Aha, çay bəli. paket noxşu. Sonra bu da ki çökədir. Bu arada çökədir, Almaniya istehsalı. Ameritoni. Sonra belə sizə göstərdim. İtaliya məhsulu. Bunlar İtalyanın biskvitləridir. Aha, bəli. İtalyan çiyələklisi var. Forması almada var, çiyələkli var, Vanilli var. sonra limonlu var, üstəli Qaracıla var, var. vişnəli var, fərqli-fərqlidir. İtalyan şinyatları da məşhurdur. Aha, sonra belə Almaniyanın marsipanlar var, badam əzməsi. Bu badam əzməsidir. Aha, Şokolada batırılır. Çox maraqlıdır bu. Bu da böyüdür yəni. Bunlar böyüsüdür. Bu məsəl üçün sadəsidir. Bunlar sadə olanlar. Aha, bunlar sadədir. Bu da onun balacasıdır həmçinin. Sonra bu nədir belə? Bu Bu da Rafaelo kimi bir şeydir. Dadları da yaxşıdır. Yeni gəlib hazırlanan məhsul bizə. Çox super bir şeydir. Rafaela bənzər. Bu da üçdə şəkil də var. Rafaelo kimi İtalyan. oxşar bir şeylərdir. Sonra belə fərqli məsəl üçün trufillər var. Hər çatdan. Bu şokoladlı Belçikanlı. Aha, bəli, Belçikanlı. Kofelidir, karamellidir. Sonra Marsın paçka dolanı var. Belə Almaniya. Almaniyadır. İstehsalı orijinal Almaniyanın. Kinderlər var orijinal. Sonra belə məsəl üçün Tableronlar var, Almaniyanın. Almaniya Qəşəng istehsalı. şokolad bunlar da. Sonra bunlar da Almaniya. Əsl orijinal Kinder. Sonra bu Beynələrdir. Bunlar unutan vafillərdir. Bunlardan da adı. Bunlar da məşhurdur. Sonra Sonra bu Kinderlər hamısı Almaniya. Almaniya istehsalı. Başqa Çeşidləri müxtəlif. Burada da bu nə idi belə? Qırliyar, Almaniyanın qırliyar. Aha. İçi bərk olur. Bərk olan. Yaxşıdır. Ha.
İkinci təmizlədirlər. Aha, sonra belə bu formada, burger formatında belə şirniyyatlar var, preniklər, cavalsı var. Cavallı. Sonra vişnəli var. Almanya istehsal. Almanya işlif edeyim sizə. Twix'in şokolad yağları. Həmçində bu palma yağı yoxdur bunların Twix-ə. tərkibində. Sonra belə Lotusun bayaq göstərdiyim kimi Piçenanın bunlarda şokolad yağısı və kremi də. Məşhurdur o firmada. Bəli. Belə trufillər də göstərdim sizə. Yəni bir-birindən fərqli, karamelli, malinalı, fındıqlı. Çeşidləri fərqlidir. İşte nə var? Nə dedin? Bunlar da İtaliyanın Selini firmasına məxsus olan kofedir. Kofe məşhur kofe. Aha, bəli, hazır. Ətirli, hazır. Onu yəni aparata vurmalı lazım deyil də. Yox, ehtiyac yoxdur. Stəkan atır. Birbaşa hazır. Aha, bəli, içə bilərsiniz. Qiyməti onun var. Qiyməti bunun 7.65. 17.65 yəni İtaliya kofesi. O da çörəkdir, İtalyan. Aha, bəli, bunlar da suxaridir. Suxarlar da İtalyan Bir suxarı. də diabetik sayılır. Var diabet. Aha, bəli, diabetik. Bunlar da Almaniyanın məsəl üçün belə fərqli şəkər tozudur, meyvəli. O meyvəli şəkər tozu da Almaniyanın maraqlı olan bir şey. Almaniyandır. Sonra bu Almaniyanın qəndləridir. İçində bunlar şəkər tozu da sadə. Sadə və qarası da var. Aha, bəli, qarası da olur. Sonra bunlar Polşandır. Üstü belə şokoladla, içi marmeladdır. Baxın, yəni bu formadadır. Gözünü səni təqdim edeyim. Baxın, bu içi belədir. Üstü Marmeladdır, üstü marmelad. Polşa istehsal olan 4 manat 25 qəpikdir. 4.25 qiymətləri. Dadlarda çox möhtəşəm olur. Bu məşhur var Roger Federer'in. Ferrero'dur. Sonra baxın sizə belə göstərdim. Ferrero'nun belə yumru, adətən xonçalıq falan və ya hədiyyə kimi istifadə olunur. Gözəl. İçi də onun. Bunların böyüsü də olur. Qiyməti 17.50-dir. 17. Bunların biraz böyükləri də olur. Onlar 31.50-dir qiymətləri. Bunlar Almanya istehsalında. Bunlar Almaniyanın Roger Federer. Sonra belə maraqlı şokoladlar da var. Belə korobkalardan sizə təqdim edeyim. Bunlar məsəl üçün Polşanındır. Likorludur məsəl üçün bunlar vişnəli. Adətən likor sevənlər üçündür. Sonra belə fındıqlısı var. Sonra adətən belə deyim, korobkalarımız var. İtalyandır. Bunlar hamısı Sakado brendi. Hamısı İtalyan. Böyüyü də var, həm böyük. Bəli, bu Sarin firmasıdır. Bunlar Sarindir. Adətən amma bunlar çox gözəl olur. Həm hədiyyəli mi deyim, həm xonçalı mı deyim. Hər yerdə istifadə olunur. Qiymətlər də başlayıb balacaq. Məsələn 26-ya var, 28-ə var. Hər qiyməti olur. 8 manata da var. Hər qiyməti var. Sonra burada diyet. Burada ərik cemini gördüm. Almaniyanın ərik cemi. Bunlar İtalyandır. İtalyandır. Bunlar da İtalyan cemləridir. Əriklisi var, şaftalısı var, vişnəsi var. İtalyan məşhur. Belə piçenkalar var. Opsiyonel. Vafillər var, sonra kofenə. Sonra belə bir şeylər təklif eləyə bilərəm sizə. Məsələn, fındıqlı tünd, şəkərsiz. Diabet üçündür. Diabet xəstələri şəkərsiz şokolad. Limonsu var, çox tündü var, az tündlər var. Sonra bunlar kaşetlər Belçikandır. Məsəl üçün karamelli, südlü, fındıqlı. Sonra bu da çox yaxşı olur. Havalı. Aha, bunlar da baxın bu formadadır. Qəşəng biletlər, havalı şokolad olurlar. Ferro'dur bu, Ferro şokolad yoxsa. Bunlar da tüm şokoladlarda 90%, 64%, 80%. Sonra belə içi fındıqlı olanlar da var baxın. Dubai şokoladına oxşar amma ki. Hə, oxşar var amma o deyil. Roger Federer'in Ferrero'nun. Aha, bəli, belə Ferrero'nda bizdə kriskalar var, ağı. Sonra belə tündü. Raffaello'nunki da olub, qutarıb hazırda yoxdur. Həmçinin bunların malotinsi də olub. Pretka şokoladlı. Bunlardakı vişnəl albalısı olanlar. Bəli, bunlar da məsələn malinalıdır, 55%, çox tünd deyil, ortadır. Həmçinin bu tündü vişnəlidir. Qiyməti 4.90. Qiyməti, bəli, qiyməti isə 5.20 dolar. 5.20, bunlar 4.95. Bunlar da həmçinin palma yağı yoxdur. Bunların tərkibində adətən bunlar da dietik sayılır. Palma yağı yoxdur. Tünd şokoladlı, 80 şokoladlı 80%. 4.95 qəpik. Həm də qan azlığına xeyir olur, deyil, işləmə görə. Beləçi də var, bunlar 70%. Aha. Onlar da 80%. Aha, bəli. Qan az olanlar ən çox yeyirlər. 4.95-ə də belə orijinal şokoladdır. Sonra burada da ki, burada da məsəl üçün belə
fərqli korobkalar, Hədiyyəlikdir. aha belə üstü uzamış formasında olan. Baxın belə ortaları konfetdir, qıraqları isə Şokolad. Etseniyanın. Şokolad belə Bu hədiyyəlikdir. formada hədiyyəlik. Aha, bəli. 590 qram. Bu da İtalyan. İtalyan istehsalıdır. Sonra burada da məhsullar var. Sonra burada da belə bir şeylər birincisi görsənin. Bunlar karandaşdır, amma şokoladlı karandaşlardır. Adətən uşaqlar Uşaqlar falan. Mən birinci baxanda gördüm karandaş doksu. Bunlar da Belgiyanında. Belçika istehsalıdır. Maraqlı məhsuldur. Uşaqları sevindirməyə yaxşı. Xonçaya, nişana almaq üçün. Sözlərdə də zakaza vermək olar. Yığdırırsınız. Belə xonçalıqdır, tanışdıq üçün falan. Aha. Bunlar da çox gözəl. Bu hədiyyəli vermək üçün də. 90 manatdır. Hədiyyəli öz paketlərdə olur. Güldənsə bu yaxşıdır, hədiyyə vermək. Ən yaxşı hədiyyə odur. Həmçinin fərqli modellərdə də olur. Burada. Kim də istəsə yığdıra bilər də şokoladlar deyə mənim belə yığın. Yığdırmaq olar. Sonra belə mampaslar var Almaniyanın. Nədir? Bunlarda içi konfetlər olur. Sürümə kimi. Almaniya istehsalı. Çox yaxşı olur. Adətən mampası deyirlər. 3.15'e var, 5.85'e var. 5'e var. Balacalardır məsəl üçün 3.15. Sonra bu Portakalısı var. şugar fridir. Bunlar da şəkərsizdir. Bu da şəkər, diabet xəstələri istifadə edə bilər. Tutdu, limondu, çeynəkli var, məsəl üçün greyfurtlu var, limonlu var, nanəli var. Hər cürü var. Məhsulların çoxusu yəni ki alınır. Bir azalıb yaman gəlir də yenə gəlir. Burada peçenya da var, belə Almaniya istehsalı var. Sonra burada məsəl üçün belə qızlı yumurtalar var adətən. Yəni çox satılan məhsullarımızdan biridir. Tərkibində deyiməzsə südlüdür, bir də içində balaca xırda peçenyalarla dadlardan çox Bu çox alınır məhsuldan. çox alınan məhsullarımızdan biridir. 29 mart 95 Sonra qəpikdir. onların balacaları var baxın beləsinə. Bunlar da hamısı təbii şokoladdan hazırlanıbdır. İtaliyanda. Bunlar da maraqlıdır, o belə eyni şokoladın növləridir. Fərqli bir şokoladlarda. Sonra bunlarda mən sizə təklif edeyim İtaliyanda bunlarda. Sakada brendinə məxsusdur. Tərkibi isə Malos'un şokoladdır. Bunları belə sifariş verə bilirlər. Deyirdə məsəl üçün video baxdırıyor, istəyir, zəng edir. Məsəl üçün necə göndərmə? Göndərmə olur. Hətta kim istəsə rahat qatarla gələ bilər. Sakazla göndərə bilərik. Sonra burada var 29.95-ə. Karamellərdir. Bunlar Porsche'un karamelləridir. Fərqli məsələn belə formada. Ha bunlar da soğurma konfetdir. 18.85'ə Porsche istehsalıdır. Sonra burada Mən sizə göstərdim belə Kinder'in Vesavoy formasında Bueno Vesavoy. var çəki ilə olanlardır, bəli. Sonra bunlar tərkibi likona, təmiz likona olan Almaniyandır bunlar da. Bunlar da daha çox yaxşı. oynandı. Sonra belə tutlar var uşaqlar üçün. Həmçinin burada da belə griyajlar var, apelsinli, sadə. Bu da Almaniya istehsalı. Bunlar da Almaniyandır. Burada nəhəng yumurta. Burada da belə Kinder'in Qaraquş yumurtası var. Qiyməti də 30 manat, 60 qəpik. Bu hədiyyə var da yəni içində. Hədiyyəlikdir, bəli. Şokolad həmçinin böyüdür, yumurtası böyüdür. Ondan biraz orta boylusu var. Bunun qiyməti 12.90-dır. Bu da hədiyyəlidir uşaqlar üçün. Hədiyyə içində də həmçinin hədiyyələr də var. Sonra belə ürək formasında Kinderlərim var. Bunun içində həmçinin yumurtası hədiyyəsidir. Bunlar hansasında palma yağı yoxdur. Bunlar hamısı belə Almaniya. Sonra Ferrero-nun belə dovşan formasında şokoladları həmçinin bunda da Bu hədiyyəlidir şey. Sonra belə Ferrero-nun yumurtaları var, tündür, maloslusu. Sonra burada Rafael'ın belə çəkinə var, orijinal. Rafael'ın orijinal Almaniyanın çəkinə olandır. Almaniya istehsalıdır, çəkinə satılır. Yəni çeşidlər çox var. Burada gördüm mən Lənkəvalılı. Bunlar məsəl üçün 3 cür çeşid var. Məsəl üçün bunlar balaca cavalı ilə olandır. Bunlar böyük cavalı ilə, şokolad da çox dadlı olur bunların. Böyük olan Cavalı ilə əzməsidir. bu əzməsə Cemil. Aha, bəli. 18.95-ə, 34.95, 24.35-ə var. Belə çeşidlər çoxdur. Gələ bilərsiniz. Belə bir şeylər də var. Ritter Sport, bunlar da Almaniyandır. 4 cür olur. Bu məsəl üçün tündür, bu südlüdür, bu fındıqlıdır. Bu da həmçinin balaca xırda peçenyalarladır. Bu da Almaniya istehsalı. Bunlar da Almaniyandır. Burada Bunlar da məsəl üçün İtaliyanda Belarino Cappuccino adətən çox satılan məhsullarımızdandır bu da. Şokoladçısı da var. Sonra belə təklif edim bunun karamellisi də var. bura kofe qatılır da. Hazır da elə birbaşa. Hazır da. Yəni sadəcə bir dənə
suya töküb istifadə etmək. Onda onlar üçün məsəl üçün adət hədiyyəlik falan balaca mini nutellalar da olur bizdə. Sonra belə burgerlər olur. Balacası böyle bu Aha, olur. bəli. Sonra bir dənə də belə bir mal təklif edeyim sizə. Bunlar püstə əzməsidir. Polimeri yoxdur tərkibində. İtalyan. Hazırda endirimdədir. 13.50-dən 13.50 10 manata düşüb bu. Aha, bəli. Püstə əzməsidir. Püstə İtalya əzməsi. istehsalı. Və gəlib ola bilərsiniz belə. Maraqlı məhsuldur. O yaxşıdır. Yəni bura rahat gəlmək üçün məsəl üçün şəhərdən və yenə gələ Şəhərdə bilər. də filialımız var. Bizim Bakıxanovda da var. Şəhərdə 28-dədir, metroya yaxın bir yerdədir. Həmçində burada Razindədir bir filial. Bakıxanovda Bakıxanov molun içindədir. Bəli, rahat- stansiyanın böyrü. Hə. Yəni Sumqayıtdan da gəlmək olar rahat qatarla. Bakıdan da Sumqayıt. Bakıdan da Sumqayıt, yəni rahat yerdədir, gəlib tapa bilərsiniz rahat. Necə? Məsələn, bu videoya 500 bəyəni gəlsə, belə mağazalardan növbəti video olacaqdır. Ünvan dostlar yerləşir Bakıxanovda, molda yerləşir. Bura stansiya lazım desəz hamı göstərəcək. Yəni qatarla da gələ bilərsiniz, sürət qatarı gəlir Sumqayıtdan və 28 maydan. Yəni rahat yerdədir. Dostlar videomu bəyənin, şərhlərdə öz fikirlərinizi bildirin, kanalıma abunə olun. Bu videoya 500 bəyəni gəlsə, belə organik mağazaların videosu kanalımda mütləq davam edəcək.